İtlərdə anatomik skelet quruluşunun nə qədər dəyərli olduğunu fikrimi izah etməyə çalışacağam. Baxın, yuxarıda gördüyünüz ucuz başa gələn, amma ideal bir bədən quruluşudur, skelet quruluşudur. Amma aşağıdakı gəl yaxından çək. Amma aşağıdakı baha başa gələn, amma zəif skelet quruluşudur. İndi düzdür, fikrim cümlələr biraz çaşdırıcı olsa da izah edəcəm. Baxın, burada onurğa düzdür. Yəni biraz yüngülvari avanla olması bu elastikliyi təmin edir, tam düz olmalı deyil. Baxın, burada bel donqardır. İndi nəyə görə dedim ki, bu ideal bədən quruluşudur, amma ucuz başa gələn bədən quruluşudur. Burada belə deyək, it hərəkət edəndə bədəndə amortisasiya olur. Yəni belə deyək ki, bədənə düşən yük paralel paylanır. Amma burada aşağıda nəyə görə dedim ki, zəif bədən quruluşu, skelet quruluşudur, amma bahalı xərci var. Çünki itin arxası donqar olduğuna görə ön tərəfə yük çox düşür. Baxın, burada mən oynaqlar işarələnibdir. İt hərəkət etdikcə yük qabağa çox düşür. Qabağa çox düşdükcə də həm itin oynaqları yeyilir, ondan sonra it ağırdısa da skeletdən mini çatlar əmələ gəlməyə başlayır və it də öz canını sevir, hər kəs kimi, hər canlı kimi başlayır sümüklərə, oynaqlara çox yük düşməməsi üçün əzələləri gücə salır, işə salır daha doğrusu. Əzələləri işə salanda itdə enerji itkisi baş verir. Baxın, enerji itkisi, minerallar daha tez tükənməyə başlayır, itin xərci artır. Amma düzgün skelet quruluşunda bu şeylərə yol verilmir. Düzdür, düzgün skelet quruluşuna belə deyək, aid olan itləri almaq biraz yuxarı xərc ola bilər, amma özün belə yetişdiriciliyin sakit olur, çox əsəb çəkmirsən, itə çox əziyyət vermirsən. Hələ ki bu qədər məlumat bəsdir.